Peyğəmbər s.ə.v buyurur ki, bayramın yaxınlaşmağını fürsət bilin və qəlbinizdə olan kini, küdürəti çıxardın. Çünki bir mömin qardaşına qarşı burada düşmənçilik apara bilməz. Çünki Quran-ı Kərimdə buyurulur ki, möminlər bir-birləri ilə rəhimlidirlər, bir-birləri ilə dostdurlar. Digərlərinə qarşı, onlara qarşı gələnlərə isə nədirlər? Möminlər onlara qarşı qəzəblidirlər. Bu da nəyi özünü göstərir? Bu bizim mənfi düşmənlərimiz ermənilərlə münasibətdə özünü göstərməkdədir. Burada müqəddəs gündən istifadə edərək qeyd edək ki, həqiqətən 30 mart bayramdırsa, 31 mart isə nədir? Biz Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən birinin yaşandığı günlərdir, əziz qardaşlar. Ona görə burada deyirlər, xeyirlə şər qardaşdır. Onu da qeyd etmemiz lazımdır ki, bayram günündən sonraki günlərdə artıq o mənfur ermənilərin bizlərə qarşı törətdikləri soyqırım günləridir. Həqiqətən insan bu günlərə fikirləşəndə tükləri biz olur. Çünki həmin soyqırımda aşağısı 40 min nəfər adamı onlar öldürmüşdülər. 40 min Azərbaycanlı onlar orada qətlə yetirmişdilər. Əziz qardaşlar, deməli deyir, ermənilər gəlirlər Rus birləşməyi ilə birlikdə təkcə Bakıda 12 min adamı orada qətlə yetirirlər. 12 min insanın soydaşımızı orada öldürdükdən sonra Şamaxıya gedirlər. Şamaxıda 13 məscidi orada yandırdıqdan sonra bizim hal-hazırda baxanda heyrətlə yanaşdığımız dövlətimizin o təmir elədiyi gözəl məscid, Şamaxı Cümə məscidini orada yandırırlar. Sonradan insanları qətlə yetirirlər. 8 min civarı Şamaxıda insan öldürülür. Onunla da kinləri soyulur. Quba qəzasına doğru gedirlər. Quba qəzasında da Azərbaycanlılara qarşı çox böyük soyqırım aktları həyata keçirirlər. Hətta biz bu yaxınlarda bir stadion qazıntısında orada kütləvi məzarlıq aşkarlandı. O hal-hazırda biz hər birimiz gedərək orada sümükləri görərək insanlara qarşı törədilmiş cinayətin nə qədər azğın olduğunu, o sümüklərin üzərində hətta sümüklərdə belə işgəncə izlərinin qalması nə göstərir? Düşmənlərimizin nə qədər mənfur olduğunu orada bizə göstərir. Hətta bir maraqlı hadisə də var. Orada Quba ərazisinə girmək üçün deyir, bir bəhanə axtarırdılar. Ona görə də məzhəb qarşıdurması yaratmağa çalışdılar. İki məzhəb imamını, Əhl-i-Sünnə və Əhl-i-Şiə imamını ikisini deyir bir mərkəzə gətirirlər. Deyirlər ki, sizə bir qılınc verəcəyik. Əgər kim qalib gələrsə bu döyüşdə, biz onun məzhəbinə mənsub insanlara toxunmayacaq, digəri qətlə yetirəcək deyə onlara ermənilər bu şəkildə bir vəd verirlər. Amma o imamlar qılınclarını əlinə alanda ilk öncə çevrilib həmin ermənini orada vururlar. Yəni deyirlər, biz ölüm bahasına da olsa bir-birimizə əsla qarşı gəlməyik. Çünki biz iki müsəlman burada qardaş mahiyyətində olan insanlarıq. Yəni burada sanki bizim tarixi ənənəmizdən bizə gözəl bir dərs vermiş olurlar ki, müsəlmanlar məzhəbindən ayrı olmayaraq hamısı bir-birlə qardaşdırlar, əziz qardaşlar. Və dolayısıyla burada qeyd etməyimiz lazımdır ki, mömin bir yerdən iki dəfə sancılmaz. Bu Peyğəmbərimizin bizə hədisidir. Amma biz tariximizə baxanda görürük ki, artıq ermənilər bizə o qədər sancıblar ki, sayını belə biz orada itirmişik. Ona görə də, əziz qardaşlar, biz burada tariximizdən ibrət götürərək gələcəyimizə doğru baxmalıyıq və düşmənimizə qarşı olan kinimizi hər zaman qəlbimizdə ateşi, odu tam saxlamalıyıq ki, bu kimi hadisələr bizim başımıza gəlməsin və bu mübarək gündən istifadə edərək Allah Taalaya dua edək ki, Uca Rəbbimiz soyqırımlarda dünyasını dəyişən, qəhrəmanlıqla vətən torpaqlarını azad edərkən şəhid olan cümlə müsəlman qardaşlarımızın məkanını cənnət eləsin. Allah Teala soyqırım qurbanlarının hamısının dərəcəsinə ali qərar versin. Uca Rəbbimizə dua edək ki, həmin o bayram günü vəsiləsi o mübarək günün feyzindən, bərəkətindən yaralanmağı da bizlərə hamımıza qismət eləsin. Allah Teala bu Ramazan ayında qazandığımız o alışqanlıqları, cəmaat namazı alışqanlığı, digər alışqanlıqları 11 aya da sirayət etdirməyi cümləmizə ikram eləsin.